Deməli, bugünkü mövzumuz olacaq zərf. Yadımıza saxlayırıq ki, zərf mütləq hərəkətlə bağlı olan bir əsas hissəsidir. Hərəkətin tərzini, zamanını, yerini və miqdarını bildirir. Yaxud buna kəmiyyət də deyə bilərik. Bir də təkrarlayıram. Deməli, zərf hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Diqqətli oluruq ki, bəyəm zərflər yalnızca təsriflənən fiillərə mi aid olur? Xeyr, zərflər həm təsriflənən, həm də təsriflənməyən fiillərə də aid ola bilər. Zərflər həm təsriflənən, həm də təsriflənməyən fiillərə aid ola bilər. Məsələn, desək ki, yaxşı oxuyan, təsriflənəni öncə yazmışam, yaxşı oxuyur. Deməli, burada zərf təsriflənən fiilə aiddir. Çünki sonraki fiilin xəbər şəklindədir. Amma zərflər təsriflənməyən fiilə də aid ola bilər. Məsələn, yaxşı oxumaq. Yaxşı oxumaq. Burada isə siz bilirsiniz ki, oxumaq nədir nitq hissəsi olaraq? Fiil və məsdər. Yəni təsriflənməyən. Yəni zərflər təsriflənməyən fiillərə də aid ola bilər. Demək, bir də təkrarlayırıq. Zərflər həm təsriflənən, həm təsriflənməyən fiillərə aid ola bilər. Lakin əsasən, yəni ən çox təsriflənən fiillərə aid olacaq. Bildik. İndi zərflər quruluşu 3 cür olacaq. Sadə zərflər, düzəltmə zərflər və mürəkkəb zərflər. Sadə zərflər kök başlanğıc formadan ibarət olacaq. Məsələn, yuxarı, aşağı, sağ, sol və s. Deməli, başa düşdük ki, sadə zərflərin formulu necə olacaq? Kök yaxud bu şəkildə, bəli, başlanğıc formada olacaq. Yadımızda saxlayır ki, zərfin özünə xas qrammatik şəkilçisi yoxdur. Məsələn, ismin özünə xas qrammatik şəkilçiləri hansı vardır? Cəm, hal, mənsubiyyət. Sifətin özünə xas olan qrammatik şəkilçisi hansıdır? Dərəcələri. Fiilin özünə xas olan qrammatik şəkilçiləri hansıdır? İnkarlıq şəkilçiləri, təsriflənən formalar, təsriflənməyənlər də qrammatik şəkilçilərdir. Amma siz bilirsiniz ki, əvəzlikdə biz qrammatik şəkilçi keçdiyi özünə xas formul var idi onun. Əvəzlikdə qrammatik şəkilçi yoxdur, sadə qrammatik şəkilçi yoxdur, zərfdə yoxdur. Yəni özünə xas qrammatik şəkilçi yoxdur, ha. Amma normalda şəxs xəbərlik kateqoriyası ümumi kateqoriyada bütün nitq hissələri götürə bilər. Amma özünə xas olan sırf zərfi izah edən qrammatik şəkilçi yoxdur. Sırf zərfin özünə aid olan qrammatik şəkilçi yoxdur. Bildik bunu? İndi gəldik düzəltmə zərflərə. Bir nümunə çəkəcəyik. Birinci şəkilçimiz cadır. Nümunə çəkirik ki, rusca, fransızca. Digər şəkilçimiz casına, məsələn, dostcasına. Digər şəkilçimiz ladır, zorla, sürətlə, ən. Gördüyünüz kimi əni necə yazmışam? Bir variantlı şəkilçidir. Yəni fiili sifətin an üstü ikisi ilə qarışdırmırsınız. Çünki fiili sifətdə şəkilçi an əndir, oxuyan, dinləyən. Amma zərfdə isə şəkilçi yalnız əndir. Yəni yalnız bir variantlı versiyası mövcuddur. Bu da olacaq ruhən. Amma biz burada bir şeyi unutmuruq ki, bu 4 şəkilçi, yəni ca, casına, la, ən. Bu 4 şəkilçinin 4'ü də vurğu qəbul etmir. Yəni bu 4 şəkilçi harda varsa, vurğu götürmədiyinə görə vurğunu özündən bir addım əvvələ atacaq. Başa düşdük?
Feil sifət yalnız feilə qoşulur, bəli. Feili sifətin şəkilçisi qrammatikdir, bu leksikdir, yeni söz yaratmaq qabiliyyətinə malikdir. Burada fikir verirsiniz ki, cacasınla əl vurğu götürmür, özdən bir addım əvvələ göndərəcək, amma istisnalarımız 3 sözdə mövcuddur. Qəflətən, daxilən, bir də zahirən. Bu 3 sözdə isə vurğu bir addım əvvələ yox, 2 addım əvvələ düşəcək. Yaxşımı? Digər şəkilçilərimiz G, bir G, nə tərzdə bir G, lıq, hələlik, bundan xəbərim yoxdur. Həmişəlik, buradayam. Bu şəkildə. Lıq, plus da. Məsələn, biz birlikdə məktəbə getdik. Və yaxud da uşaqlar ortalıqda oynayırdılar. Daha üstü 2 ilə düzələ bilir. Zaman anlamı bildirməlidir mütləq. Yəni, siz bunu yerlik halda necə fərqləndirəcəksiniz? Cümlə daxilində sual verirsiniz. Məsələn, olsa ki, ayda yaşayış var. Harda? Ayda. Bu zaman ay isimdir, daha da yerlik halının şəkilçisidir. Amma desək ki, ayda bir dəfə babama baş çəkirəm. Nə zaman? Ayda. Məsələn, ayda, ildə, gündə. Bu isə nə olacaq? Leksik şəkilçi. Dan deyə bilərik. Dan üstü 2. Məsələn, hərdən, ucadan, uca sözündən ucadan yaratdıq. Sonra nə deyəcəyik? Məsələn, yana, yanə, anə. Məsələn, dosyana danışırdı. Əşyana dedi. Sözü əşyana dedi. Və s. bu şəkildə. Sonra araq şəkilçisi var. Araq şəkilçisi var. Çaparaq. Bir də qaçaraq. Siz araq şəkilçisinin həmçinin harda gördünüz? Fiili bağlamada. İndi fiili bağlamadakı araq şəkilçisi necə şəkilçidir? Qrammatik. Amma zərfdəki necə şəkilçidir? Leksik şəkilçidir. Desək ki, oradakı çaparaq və qaçaraqla bunu necə fərqləndirək? Cümlədə sizə göstərim bunu, diqqətli oluruq. Deyirik ki, anasının zəngindən sonra uşaq evə qaçaraq gəldi. Və yaxud da uşaq evə çaparaq gəldi. Və yaxud da deyirsən ki, atlı meydanda atı çaparaq maniyelerden keçirdi. Anasının zəngindən sonra uşaq evə çaparaq gəldi, qaçaraq gəldi. Hansı anlamdadır? Cəld, sürətlə, tez bu anlamdadır. Deməli, burada bəli tərz hərəkət zərfidir. Ay sağ ol, necə gəlib, nə cür gəlib, nə tərzdə gəlib, çaparaq gəlib. Düzdür, fiili bağlama da tərz anlamı, tərz məzmunu bildirir və necə, nə cür sualına cavab verir. Bəs biz bunları bir-birinə necə fərqləndirək? Burada deyirsən ki, atlı meydanda atı çaparaq maniyelerden keçirdi. Atlı meydanda atı çapıb meydandan keçirdi deyə bilirsən. Pilosa burada bir hərəkət var axı. Yəni atlı atı meydanda çapa bilir. Və bu, yəni burada kökündə bir hərəkət məfhumu var deyə sən başa düşəcəksən ki, bu fiili bağlama. İntonasiya ilə də başa düşürük, vurğu ilə də başa düşürük əslində. Anasının zəngindən sonra uşaq evə çaparaq gəldi. Yəni vurğunun sonunda deyəcəksən. Tez gəldi, cəld gəldi, nə tərzdə gəldi.
Atı meydanda atı çaparaq maneələrdən keçir. Burada vurğu ikinci hecadadır artıq. İndi vurğu məfhumundan çox da başa düşmürüksə, kökünə baxırıq elə. Və yaxud da ki, bundan əvəz elə. Atlı meydanda atı çapıb maneələrdən keçir. Və yaxud da deyirsən ki, uşaq küçədə qaçaraq yıxıldı. Qaçıb yıxılıb. Bildik bunu. Açı, aşı, yanakı, çəpəki, yanaşı, yanakı, çəpəki, yəni ki, o dostdan yanakı baxırdı. Yəni belə çəp-çəp. Yan üstə, gözün yanı ilə baxırdı anlamında. Başa düşdün? Çəpəkidəki yenə çəp-çəp baxırdı anlamında. Dostlar yanaşı oturmuşdular da, bu da ki, tərz hərəkət zərfidir. Mürəkkəb zərfləri. Mürəkkəb zərflər. Deməli, siz bilirsiniz ki, mürəkkəb zərflərin yazı forması bitişik, defislə və ayrıdır. Yerdən danışmırıq. Və ayrıdır. İki üsulla yaranır. Birinci üsulumuz odur ki, müxtəlif mənalı sözlərlə, müxtəlif mənalı sözlərin birləşməsi ilə. Müxtəlif mənalı sözlərin birləşməsi ilə. Yadınızda saxlayırsınız ki, bura həmçinin aiddir mənsubiyyət şəkilçisi ilə. Mənsubiyyət şəkilçisi ilə. Məsələn, deyirsən ki, günorta, göstər müxtəlif məzmunlu sözlərdir. Gün və orta birləşib zərfi yaradır. Və yaxud da deyirsən ki, atdım başı. Bəli, bir dəfəlik ola bilər. Bəli. Sonra üzü yuxarı. İkincisi, bab içlisi vasitəsilə. Bab içlisi vasitəsi necə düzəlir? Deyirsən ki, qonaqlar içəri dalbadal daxil oldular. Uşaqlar üzbəyüz oturmuşlar. Burada istisnalarımız var ki, rəngbərəng, cürbəcür, növbənöv sifətdir. Deməli, bitişik yazılan zərflərin qaydasını bildiniz. Müxtəlif mənalı sözlərin birləşməsi ilə, məsələn, bir dəfəlik, günorta, sonra amma bunun içərisində mənsubiyyətdə yadınızda saxlayırsınız ki, mənsubiyyət şəkilçili sözlər də ola bilər. Məsələn, atdım başı, üzü yuxarı. Bab içlisi vasitəsi, məsələn, qonaqlar içəri dalbadal daxil olurlar, nətərsə. Uşaqlar üzbəyiz oturmuşlar, nətərsə. Məsələn, bayan ola bilər. Əlbəttə ola bilər. İndi keçirik defisliyə. Defislə yazılanlar. Məsələn, deyirsən ki, iki sadə sözün təkrarı ilə. İki sadə sözün təkrarı ilə. Məsələn, deyəcəksən ki, uşaqlar az-az danışırdı. O asta-asta mənə yaxınlaşdı. O yaxşı-yaxşı çalışmışdı. Bu şəkildə iki sadə söz. İki düzəltmə sözün. İki düzəltmə sözün təkrarı ilə. Məsələn, deyəcəksən ki, uşaq qəmli-qəmli baxırdı. Sonra bir tərəfinin mənası olmayan. Bir tərəfinin mənası olmayan. Məsələn, deyirsən ki, nə deyə bilərik? Deyirsən ki, o məndən azmaz narazıdır. Amma bura həmçinin daxildir iki tərəfinin mənası olmayan sözlər. İki tərəfinin mənası olmayan sözlər də daxil ola bilər. Bura yazırıq. Baxın. Oğrun, oğrun. Dizin, dizin. İçin, için. Xısın, xısın. Bir də matdım, matdım. Matdım, matdım nə deməkdir?
Yox. Deyirsən ki, qız matdım baxırdı. Nədir matdım? Yox, təəccüblə, heyrətlə. Matdım baxmaq o deməkdir. Yaxşı. Yadınızda saxlayırsınız ki, əks mənalı sözlərlə. Əks mənalı sözlərlə yarana bilər. Məsələn, deyirsən ki, az çox. Bəli. Yaxın mənalı sözlərlə, məsələn, deyə bilərsiniz ki, səssiz, səmirsiz otağa daxil oldu. O, otağa səssiz, səmirsiz daxil oldu. Bu şəkildə deyə bilərik. Sonra deyə bilərsiniz ki, bir tərəfi, daha doğrusu birinci tərəfi yönlük halda olan sözdən. Məsələn, məhsulun miqdarı 1-ə 5 artdı. Birinci tərəfində hal şəkilsi olarsa. Məsələn, deyirsən ki, birdən birə otağa daxil olur. Birdən birə. Ayrı yazılanlar. Buna da ki, asanlı bir neçə nümunə deyirik. Məsələn, bir qədər. Məsələn, bir qədər. Bir az. O gün. Və s. Bunları da deyə bilərsiniz ayrı yazılanları. Başa düşdük? İndi gəldik zərfin mənaca növləri. 4 növü var. Birinci başladıq. Tərz-i hərəkət zərflərindən. Siz bilirsiniz ki, tərz-i hərəkət zərfləri hərəkətin tərzini bildirəcək. Sualları da necə, nə cür, nə tərzdə suallarından birinə cavab verəcək. Bəli, nə vəziyyətdə də ola bilər, düzdür. Tərz hərəkət zərflərin quruluşca sadəsi də olar, düzəltməsi də olar, mürəkkəbi də olar. Sadəsini deyirsən ki, o yavaş danışdı. Bax, nə etdi danışdı? Kim o? Nə tərzdə danışıb? Yavaş danışıb. Düzəltməsinə deyirsən ki, o zorla hərəkət edirdi. O zorla hərəkət edirdi. Burada zorla olacaq düzəltməsinə. Mürəkkəbinə deyirsən ki, o asta-asta danışırdı. O asta-asta danışırdı. Nə tərzdə danışırmış? Asta-asta danışırmış nə tərzdə? Başa düşdük? İndi gəldik zaman zərfinə. Zaman zərfi hərəkətin zamanını bildirir. Nə vaxt, nə zaman və haçan suallarından birinin cavab verəcək. Bu da quruluşca 3 cür olacaq. Sadəsi də var, düzəltməsi də var, mürəkkəbi də var. Sadəsinə deyərsən ki, Əli gec qayıtdı. Nə zaman qayıdıb? Gec. O nəyi? Sadə zaman zərfi. Düzəltməsinə deyərsən ki, o gündə bir dəfə bizə gəlir. Bizə gəlir. Gündə bir dəfə. Bu oldu düzəltməsinə. Mürəkkəbinə də deyərsən ki, məsələn, O gün ortadacaq. Bəli, o günorta gəldi. Nə zaman? Günorta. Bu da olacaq nəyə? Mürəkkəbə. Yer zərfinin sualları hərəkətin yerini bildirir. Hara, haraya, harada və haradan suallarından birinə cavab verəcək. Başa düşdük? Yer zərfi də quruluşu neçə cür olacaq yenə? Bu da quruluşca 3 cür olacaq. Quruluşu 3 cür olacaq. Sadəsi, düzəltməsi, mürəkkəbi. Sadəsinə deyirsən ki, məsələn, ora bax. Hara bax? Ora. Oldu sadəsi. Düzəltməsinə deyəcəksən ki, məsələn, uşaq ortalıqda oynayır. Harada oynayır? Ortalıqda oynayır. Mürəkkəbinə deyirik uşaq ora-bura qaçırdı. Hara qaçırdı? Ora-bura qaçırdı. Bu da olacaq mürəkkəbinə nümunə. Gəldi indi ən sonda miqdar kəmiyyət zərfi eyni şeydir. 2 adı var. Birinci eyni şeydir. Miqdar kəmiyyət zərfinə.
Burada bir qızıl qaydanı yadınızda saxlayasınız ki, sualı nədir? Nə qədər? Nə dərəcədə? Və burada əsasən qızıl qayda kimi nəyi saxlayırıq yadımızda? Kəmiyyət zərfinin, yəni miqdar zərfinin neçə sualı yoxdur. Neçə sualı saydadır. Həmişə testdə bunu salırlar ki, miqdar zərfi neçə, nə qədər suallardan birinə cavab verir. Tamamilə yanlışdır. Başa düşürük ki, miqdar zərfinin sualı nə qədərdir. Neçə sualı yoxdur qətiyyən. Bildik bunu. İndi quruluşca bu da 3 cür olacaq. Sadəsi var, düzəltməsi var, mürəkkəbi var. Sadəsini nümunə çəkirik. Məsələn, o az danışırdı. Düzəltməsinə nümunə çəkirik. Məsələn, o məndən tamamilə narazıdır. Nə qədər narazıdır? Tamamilə. Ən çox düşənlər də düzəltmələr tamamilə, bütünlüklə, dəfələrlə bundan ibarətdir. Mürəkkəbinə isə deyirsən ki, o az-az danışırdı. Nə qədər danışırmış? Az-az danışırmış. Başa düşdük? Deməli, yadınızda saxlayırsınız ki, zərf yeganə nitq hissəsidir ki, zərf həm isimləşir, həm sifətləşir. Deməli, zərf yeganə nitq hissəsidir ki, zərf həm isimləşir, həm də sifətləşir. Məsələn, baxırıq. Yuxarı zərfli. Deyirsən ki, yuxarılar ondan narazıdır. Və yaxud da aşağılar təmizləndi. Narazıdır. Kim? Yuxarılar. Yaxud da deyirsən ki, aşağılar gül çiçəklə dolu idi. Dolu idi hara? Aşağılar. Bu belə də deyə bilərik. Sifətləşir nə deməkdir? Özündən sonra isim gəlməlidir və necə nəcür suallarından birinə cavab verməlidir. Deyirsən ki, bax, yuxarı otaq təmizləndi. Nə etdi? Təmizləndi. Hara otaq? Hansı otaq? Yuxarı otaq. Belə başa düşürük deyilənlərdən ki, zərf yeganə nitq hissəmiz oldu ki, həm isimləşdi, həm də sifətləşdi. Zərflə müştərək olan sözlərimiz var. Müştərək sözlər nə deməkdir? Yəni, yerinə görə biz onun nitq hissəsi varlığını dəyərləndiririk. Müştərək sözlərə baxırıq. Məsələn, diqqətli olursunuz, az, çox, xeyli, bir qədər, azacıq, çoxlu sözlərində. Bu sözlərə siz yerinə görə say deyəcəksiniz, yerinə görə zərf deyəcəksiniz. Başa yerinə görə say, yerinə görə zərf. Bunlar müştərək sözlərdir. Yerinə görə dəyərləndirəcəyik. Məsələn, desəm ki, az adam onu tanıyır. Aferin. Bir də var desəm ki, o az danışır. Bəli. Deməli, necə qaydanı deyirik? Özündən sonra isim gəlirsə biz buna say deyəcəyik. Özündən sonra feil gəlirsə biz buna zərf deyəcəyik. Yəni, yerinə görə dəyərləndirəcəyik. İndi yenə diqqətli oluruq. Yaxşı, pis, açıq, cəld, iti və s. Bu sözlərimizi məsələn, yəni məğzini öyrənin ki, həm sifət kimi dəyərləndirə bilirik, həm zərf kimi dəyərləndirə bilirik. Yenə yerinə görə fərqləndirik. O iti baxışla baxırdı. Əgər özündən sonra isim görürsünüzsə, buna siz sifət deyəcəksiniz. Amma desək ki, bıçaq iti kəsirdi. Feil gəlib. Dayı oradaki iti, heyvan itkin başa düşmeyin. Bıçaq iti kəsirdi. Yəni necə kəsirdi? O anlamda başa düşürsünüz. Özündən sonra feil gəlirsə, deyirsiniz buna da zərf. Sonra indi desəm ki, yaxşı insan yaxşı danışar.
Baxın indi. Burada baxırsınız ki, özündən sonra isim var, buna sifət deyirsən. Özündən sonra fe'l var, buna zərf deyirsən. Başa yerinə görə dəyərləndir. Deməli, zərflərin amonimliyinə aid bir neçə nümunə çəkirik. Bu amonimlik hissəsindədir. Əvvəl, qabaq, sonra, bəri. Biz bunları həm qoşmada görürük, həm də zərfdə. Bu amonimlikdir. Məsələn, desən ki, səndən əvvəl onu tanımırdım. Səndən əvvəl onu tanımırdım. Əgər siz burada çıxışıq haldan əvvəl görürsünüzsə, buna qoşma deyəcəksiniz. Bilirsiniz ki, bu qoşmadır. Amma desən ki, əvvəl fikirləşməlisən, nə etməlisən, fikirləşməlisən. Burada isə əvvəl nədir? Zərfdir. Həm çıxışıq hal tələb etmir, həm müstəqil suala cavab verir. Köməkçi hissəsi bilirsiniz ki, müstəqil suala cavab verə bilmir. Hey sözü həm isimdə var, həm nidada var, həm də zərfdə var. Əgər siz desəz ki, hey, bura gəl. Burada nə olar? Nida. Onun heyi yox idi. Yəni, hərəkəti yox idi. Burada isim. Dostum. Hey danışır. Ay sağ ol. Hey danışırdı. Burada isə olacaq zərf. Bəzi sözlər var ki, bayaqlarım dedi ya, çaparaq, qaçaraq. Həm feili bağlamı ilə, həm də zərfdən qarışdıra bilərdik. Həmçinin bundan başqa digər sözlərimiz də var. Məsələn, dönə-dönə, qoşa-qoşa, tikə-tikə və s. Əsas mənzil başa düşür. Maşın, küçəni, dönə-dönə siqnal verirdi. Bir də var, deyirsən ki, müəllim dərsi bizə dönə-dönə başa salıb. İndi burada nəyə diqqət edirik? Baxın, maşın küçəni dönə-dönə siqnal verir. Burada bir hərəkət tempi var, kökün mənası var. Maşın küçəni neyinir? Dönə bilir də, düzdür. Maşın küçəni dönərək siqnal verir. Yəni, burada bir hərəkət var, bir dönmə prosesi olduğu üçün sən buna deyəcəksən feili bağlama, amma müəllim dərsi bizə dönə-dönə başa saldı. Burada bütöv kökdür. Yəni, müəllim hər dərsi başa salıb bir dəfə dönüb, sonra başa salmır axı. Başa düşdünüz necə? Yəni, müəllim dərsi bizə dönərək başa saldı anlamında deyil bu. Təkrar, dəfələrlə anlamındadır. Başa düşdük? Bax, digərlərdə şifahi deyim. Deyirəm ki, dərsi oxumasa sizi tikə-tikə doğrayacam. Burada tikə-tikə nədir sizcə? Dərsi oxumasa sizi tikə-tikə doğrayacam. Nətərsə tikə-tikə. Burada zərfdir. Amma desəm ki, anam köynəyimi tikə-tikə mənə salam verdi. Ay sağ ol. Feilin kökün görürsünüzsə, feili bağlamadır. Amma feilin, yəni orada bir kök görmürsünüzsə, bütöv söz kimi görürsünüzsə, bu zaman zərfdir. Və yaxud da deyirsən ki, arabaçı faytonu ata qoşa-qoşa bizi salamladı. Arabaçı atı faytona qoşa bilir axı, feili bağlamadır. Amma deyirsən ki, uşaqlar qoşa-qoşa əyləşmişdilər. Ay sağ ol. Fərqləndirə bildiniz zərfdən feili bağlamanı. Belə bura qədər nəyə başa düşmədisə soruşun. Dərsimiz asan dərsdir, qala bilirsiniz oxumağınıza.